Bismillahirrahmanirrahim. Mehriban və bağışlayan Allahın adı ilə və yadı ilə. Gəl qoşul mənə, gəl gedək. Necə gedək? Hara gedək? Hara? Özüm də bilmirəm. Bəlkə hara gəldi gedək. İnsan yeyir bir-birini, insan didir bir-birini. Gedək köhnə mağarada, bəlkə qalır köhnə adam. Bəlkə hələ ağlı qalan kəllə qalır mağarada. Kəllə qalır, insan çıxıb ağlı kəsik. Bəlkə tapaq, bəlkə deyək, mağaradan çıxan insan. Ağlın qalıb mağarada. Qayıt, ağlı kəsik adam. Qayıt, ağlına sahib ol. Qayıt, qan töhməyə yadırqa. Odun sönüb mağarada. Qayıt, dünyanı yandırma. Gedək dedim, gedək. Valla, 5-10 insan qalır hələ. Çift atıbdı çox ağıllar. Gedək, ağıl dalısıca. Məmməd Arazla başlayıb sizlərə də salam deyirəm. Bütün gözəllikləri yaradan Tanrı insanın səadəti üçün peyğəmbərləri göndərmişdir. İnsanın səadəti, azadlığı insanın varlığından, duyğularından yaranır. Gözəllikləri sevən Allah heç bir insanı səadətsiz görmək istəməz. Ona görə də onun üçün ən mehriban elçiləri, arifləri, həkimləri göndərmişdir. Ona həqlərini tanıtdırmışdır. İnsanı səadətə uğratmaq, yönətmək üçün yollar göstərmişdir. Əlbəttə, yolların birisi də hikmət və irfan yoludur. Azərbaycan Türk olaraq tarix boyu dünyanın ən dərin mənalı, gözəl, geniş mədəniyyəti, ədəbiyyatını yaratmışdır. Bu uzun illərdə bəşəriyyət aləminə, dünyada bütün insanları heyrətinə səbəb olan ən gözəl mənəvi paylar hədiyyə vermişdir. Onların biri də Mevlana'dır. Cəlaluddin Muhammed ibn Muhammed Bəlxi Rumi Türk olaraq Türk dünyasında Səlcuqluların dəstəyi ilə bəslənərkən ənqa quş kimi iki qanaddan yardım alır. Biri Şəms-i Təbriz, Təbrizdən, o birisi Hüsamüddin Çələbi Urməvi Urumdan. Ha belə, artırmalıyıq Məsnəvinin yazılması Hüsamüddinə, Şəms divanının coşması, qoşulması Şəms-i Təbrizə aiddir. Keçmiş hissələrdə dedik. Bir sıra Məsnəvi alimləri Məsnəvinin 2-ci dəftərinin yubanmasını Hüsamüddinin xanımının ölməsinə aslayıb bağlayırdılar. Amma belə ola bilməz. Niyə ki, belə bir böyük əsərin yubanması ağır mənanı daşıyan, hikmət düşüncəsini bəsləyən təhcə Hüsamüddin Urməvi Çələbinin həyat yoldaşısının dünya dəyişməsindən asılı ola bilməz. Niyə ki, Mevlana özü 1-ci dəftərin axırında belə deyir. Deyir ki, məna quyusu daha quruyur. Səxt xakalud mi ayəd suxun, ab tirə şud, sərçəh bənd kun. Quyudan lehli çıxır sözlər suyu. Quyunu ört üstünü, olsun duru. Səb ta xudayəş باز صاف و خوش کند او که تیره کرد هم صافش کند. Döz günən ta haq sözü etsin zulal, qalı hal etmək onundur, yox məlal. Səbr arad arzu ra niştab, səbr kon vallahu a'lem bis-savab. Çatdırar arzulara səni dözüm, düzü Allah bilər, dözün. Fuzuli də burada yaxşı deyib. Eşqidə səbr eyləmək xoşdur, çox etdim imtihan, anladım mümkün deyildir, ey gözəllər sərvəri. Mevlana 1-ci dəftərin sonunda baxır, söz məna quyusundan bulandırıq coşur, topraqlı çıxır. Ona görə qədimkilər belə quyuların ağzını örtüb bağlayardılar. İllər sonra quyunun ağzını açıb suyunu çəkərdilər. Mevlana da öz halatını bir quyuya oxşadır. O quyunun bir daha da coşmasına səbr etməli idi.
bu səbrin əlbəttə bərəkətlərinə malik olmalıydı. Səbr ağır bir vercidir. Onun bərəkətlərinin biri budur ki, səbr ya dözüm insanın sözünü şirinlədər. Səbrin acılığı sözün doşabıdır. Səbr باشد مشتهای زیرکان هست حلوا مشتهای کودکان گر سخن خواهی که گویی چون şeker səbr kon az hirs این حلوا مخر İstəyərsən söz şəkər olsun sənə hirsinə tərs de dönüb həlva yemə huşlu başlı istəyi oldu dözüm qanmazın lik arzusu oldu üzüm axı sacı soyuq olanın kündəsi küt gedər. Mevlana da dözümlə söz sacını qızdırırdı. Biz də gələn görüşə qədər dözürük. Sağ olasınız.